Yeni dersimiz yerin forma və ölçüləri. Yerin forması haqqında ilkin olaraq insanlar müəyyən fikirlər irəli sürürdülər. Biz bu haqda coğrafiya elminin inkişaf dərsində keçmişdik ki, yer haqqında ilk olaraq onun düz formada olmasını və ya kürə formada olması fikirləri söylənilmişdi. Hətta biz Pifaqorun yerin kürə formasında olmaq fikri söyləməsini, onu sübuta yetirə bilməməsini demişdik. Aristotelin bu fikri sübuta yetirməsini demişdik. Sonra Eratosfenin bu yerin kürə formasında olma fikrini söyləmişdi. Nə bilim, Magellan dünya səyahətində yerin kürə formasında olmasını əsaslandırmışdır əyani şəkildə. Yəni bu şəkildə bir çox fikirlər əsaslanırdı təbii ki də. Amma yenə də günümüzdə belə, bu dəqiqədə müasir dövrdə belə insanlar iki hissəyə ayırırıq. Bir hissəsi yerin kürə formasında olduğunu düşünürlər, bir hissəsi isə yerin kürə yox, düz müstəvi formasında olduğunu düşünürlər. Hətta bunda bir çox elmi cəhətdən də bunu, yəni ki, araşdıran insanlar belə var. Ha. Yəni bu sadə bir məsələ deyil. Elə bir insanla qarşılaşa bilərsən ki, o sənə təbii ki də bu məsələni durar üzvəkə yolu yer düz formadadır. Biz yerin kürə formasında olmağını Magellanın fikri ilə çox qəşəng sadə şəkildə izah edirik ki, Magellan dənizdə, Sakit okeanda üzərkən ümumiyyətlə görürdü ki, onun önündə gedən gəmilərlə arxada gedən gəmilər bir müddətdən sonra yoxa çıxır. Bir üfüq xətti yaranır. Və buna əsasən və yaxud da biz hər hansı bir dağlıq rayona getdiyimiz zaman fikir versək, görərik ki, dağlıq rayona gələndə biz birinci dağın zirvəsini görürük, sonra isə onun ətək hissəsini görürük. Yəni yer kürə formasındadır. Burada da bir dağ varsa, mən də buradan gəlirəmsə, nə edirəm? Birinci dağın təbii ki də zirvəsini görürəm. Çatıram sonra bura artıq dağın ətək hissəsini görürəm. Bax, bu da yerin kürə formasında olmağının bir növ sübutudur bizim üçün. Sonrakı dövrlərdə İsaac Newton yerin ellipsoid formada olmağını söyləmişdir. Axır o üçün yekun kardioid formada, yəni ürək formasında olmağı söylənilibdir. Oval formada olmağı söylənilibdir. Hamar formada, müstəvi formada bir çox fikirlər söylənilibdir. Yekun yerdə biz geoidlə və kardioid burada geoidlə yekunlaşmışıq ki, geoid heç bir həndəsi fiqura uymamasıdır. Yer kürəsinin heç bir həndəsi fiqura uyğun gəlməməsi fikrini nə etmişdir? Bizə söyləmişdir deyəcək. Burada lazım olan nədir? Bax, bu hissələri biz əzbər bilməliyik. Bunu əzbər öyrənməliyik bu rəqəmləri. Yerin kürə formasında olmamasında bir növ biz isbatını bax burada deyirik ki, qütblərdən yerin basıq olması. Yəni yer qütblərdən basıqdır. Təxminən yemiş formasında bir formadadır. Yəni elədir ki, kimsə yer kürəsinin ekvator xəttindən tutub belə o uşağın yanaqlarını tutub belə dartırsan, onun kimi. Kimsə tutub elə bil ki, yer kürəsinin yanaqlarından belə dartıb və ekvator hissəsində enlənmə baş verib, qütblər isə aşağıya doğru kiçilmiş. Yəni 21 kilometr içəriyə doğru batıqlıq var idi deyəcəksən. Və burada yadda saxlayaq, məsəl üçün nəyi? Biz deyirik ki, yerin cazibə qüvvəsi var. Cazibə qüvvəsinin yaranmasının səbəbi yerin nüvəsidir. Yerin nüvəsinə əsasən cazibə qüvvəsi var. Belə bir fikir də söyləyirik ki, qütblərdə yerin cazibə qüvvəsi çoxdur, ekvatorda isə azdır. Buna səbəb odur ki, qütblər nüvəyə daha yaxındır, amma ekvator nüvədən nədir? Daha uzaqdır deyə. Ona görə də bizim ekvatorda cazibə qüvvəmiz daha az olduğunu biz təbii ki də müşahidə edə bilərik. Sonra buradakı rəqəmləri saymıram bir-bir. Bu rəqəmləri əzbərləyirik. Xüsusən də bizə burada ekvator çevrəsinin uzunluğundan meydan çevrəsinin uzunluğu daha çox məsələlərdə falan da qarşımıza çıxacaqdır. Bunları mütləq şəkildə əzbər bilməliyik. Ümumi sahəmizdə 510 milyon kvadrat kilometrə bərabərdir. Qlobus üzərisində də biz miqyasa ayırma aparırıq. Qlobus yerin kiçildilmiş modelidir, təhrifsiz təsvir vasitəsidir. Yəni olduğu kimi təsvir edirik biz yer kürəsini orada. Üç forması var miqyasına görə. Böyük, orta və kiçik miqyaslı qlobuslar. Bunu da əzbər şəkildə biz nə etməliyik, bilməliyik. Əsas məsələ burada bizə lazım olan nədir? Coğrafi ünvanlar. Deməli, coğrafi ünvanlar uşaqlar. Dedikdə biz burada coğrafi qütblərdən, paralellərdən, meridianlardan danışırıq. İndi gəlin xəritə üzərisində biz bunlar haqqında fikirlər baxaq görək nədir, nə deyil. Deməli, biz tanımalıyıq nəyi? Ekvator xəttini tanımalıyıq. Biz tanımalıyıq nəyi? Greenwich meridianını. Bir də biz tanımalıyıq 180 dərəcəlik meridianlarımız var ki, bunları tanıyırıq.
E, Deməli, ekvator xəttinə biz paralel xətt deyirik. Ən uzun paralelimizdir. Paralellər şərqdən qərbə, qərbdən şərqə çəkilmiş xəttlərdir və ən uzun paralelimiz ekvator xəttidir. Yerin mərkəzindən keçməklə yer kürəsini iki bərabər hissəyə ayıran xəyali xəttə biz ekvator xətti deyirik. Yəni bu xəttləri biz təbiətdə görə bilmirik. Yəni gözlə görülən xəttlər deyil. Məsələn, mən çıxım çölə deyim ki, bu Emin müəllim demişdi, buradan Qrinviç keçir. Görüm Qrinviç xətti buradan keçirmi? Belə bir şey yoxdur. Başa düşdük? Bunlar hamısı xəyali xəttlərdir. Ekvator xətti bizim ən böyük paralelimizdir, başlanğıcdır, sıfırıncı paralelimizdir. Greenwich bizim başlanğıc meridianımızdır, sıfırıncı meridianımız hesab olunur. Paralellərin dərəcə ölçüsü 0-90 dərəcə arasında, meridianların isə dərəcə ölçüsü 0-180 dərəcə arasında dəyişir deyəcəksiniz. Yəni ki, uşaqlar, yer kürə formasındadır. Bilirik, bu qlobusumuzdur bizim, yer kürə formasındadır. Mən bax görürük bu xətti. Bu ekvator xəttimizdir. Mən buradan başlayıram, gəlirəm, çıxıram bu yuxarıya. Bu son nöqtəyə gəlirəm, çatıram. Bax buradan bu son nöqtəyə qədər olan hissə nə qədərdir? 0-90 arasıdır. Yəni son nöqtəm 90-dır. Mənim başlanğıc belə deyim, doğru dildə. Birinci paralelim hansıdır? Ekvatordur. Sonuncu paralelim hansıdır? 90 dərəcəlik paraleldir, deyirsən. Meridianda isə başlanğıc meridian sıfırdır. Greenwich meridianı deyirik biz buna. Greenwich meridianı Londonun Greenwich şəhərindən Greenwich istiqaməti üzərisindən keçən meridiandır ki, biz buna başlanğıc meridian deyirik. Sıfırıncı meridiandır. Sonuncu meridian isə 180 dərəcəlik meridian hesab olunur. 180 dərəcəlik meridian vaxt dəyişmə meridianı da hesab edilir deyəcəyik. Yəni vaxt dəyişmə meridianı nədir? Məsəl üçün 180 dərəcəlik meridiandan şərqdə yerləşən bir məntəqə var, qərbdə yerləşən bir məntəqə var. Bəlkə də qarşınıza hardasa çıxıb. Deyir ki, məsəl üçün bura Rusiyanın ərazisidir, bura Amerikanın ərazisidir, eləmi? Rusiyanın Amerikanın arasında buradan bura 1 saatlıq bəlkə də vaxt fərqi var. Amma biz təqvimdə baxanda görürük ki, bunlar arasında bir gün nə var? Vaxt fərqi var. Məsələn, burada bu gün ayın neçəsidir? 10-cu deyilmi? Burada ayın 13-sə, məsəl üçün burada ayın 14-üdür, belə deyək. Və ya 14-ü budasa burada 13-üdür. Yəni bu şəkildə nədir? Yerini dəyişə bilir. Bir gün arada vaxt fərqinin yaranması baş verə bilir. Deməli biz indi burada nəyə baxacağıq hələ ki? Greenwich meridianı başlanğıc meridian idi. Bu deməli Greenwich meridianı yer kürəsini iki hissəyə ayırdı. Bu hansı hissələrdir? Sağ hissəmiz, bax bütöv sağ hissəmiz bu hissə nədir? Şərq yarım kürəsidir. Sol hissəmiz isə bütöv nə varsa da ekranda hamısı. Bu hissə isə qərb yarım kürəsi hesab olunacaqdır. Ekvator xətti yer kürəsini iki hissəyə ayırdı. Şimal və cənuba. Bütöv bu yuxarı olan hissə şimal. Aşağı bu hissə isə bütöv nədir? Cənub yarım kürəsi hesab olunur. Bax, bu şəkildə yadımızda qalsın. Bu bizə harda vacib gərək olur? Məsəl üçün materiklərin harda yerləşməyi və ya hər hansı bir coğrafi obyektin harda yerləşməyi. Məsəl üçün Azərbaycan harda yerləşir? Baxaq. Deyirik ki, Azərbaycan şimal yarımkürəsində və şərq yarımkürəsində yerləşən bir ölkədir. Gördükmü? Və yaxud da ABŞ harda yerləşir? Şimal yarımkürəsində və qərb yarımkürəsində yerləşən bir ölkədir. Bu şəkildə biz tapmaq üçün. Gəl materiklərlə gedək biz. Materiklər üzərisində baxan zaman görürük ki, Şimali Amerika materiki ekvator xəttindən yuxarıda qalır deyə bütövlükdə şimalda, Greenwichdən isə solda qalır deyə bütövlükdə qərbdə yerləşir. Yəni iki yarımkürə, şimal və qərb yarımkürəsi nədir? Yerləşmiş oldu. Cənubi Amerika materikini ekvator xətti kəsir deyək. Kiçik bir hissəsi düşür şimala, böyük bir hissəsi düşür cənuba və özü bütövlükdə qərb yarımkürəsində yerləşir. Bax, bunları qoyub xəritəyə qarşımıza, xəritənin üzərisində biz bunları nə etməliyik? Bilməliyik, öyrənməliyik mütləq şəkildə ha. Sonra Afrika materiki. Afrika materiki baxırıq. Həm ekvator xətti ilə kəsişir, həm də Greenwich ilə kəsişir deyə. Greenwichin kəsdiyi bax bu kiçik hissə yerləşir qərbdə. Böyük bu hissə şərqdə yerləşir. Ekvatordan yuxarı bu hissəmiz şimalda yerləşdi. Aşağı bu hissə isə cənub yarımkürəsindədir, yerləşmiş oldu deyəcəksən. Avstraliya materiki məsəl üçün heç bir xəttlə kəsişmir deyə biz onu deyirik ki, ekvatordan cənubda və Greenwichdən şərqdə olmaqla iki yarımkürə, cənub və şərq yarımkürəsində yerləşir. Antarktida materikini Greenwich meydanı kəsir deyə şərqdə, qərbdə və bütövlükdə harda yerləşib? Cənub yarımkürəsində yerləşmişdir deyirik.
Avrasiya materiki biz uşaqlar materik var, qitə var. Bunları bilirdik, saymışdıq hətta bir dəfə. Materiklə qitənin fərqi nədir? Gəlin bunu biz vurğulayaq ilk öncə. Materik deyəndə ətrafındakı adaları biz götürmürük. Bax, adasızdırsa materikdir. Adasız olur materik. Ada ilə olur nə? Qitə. Ada varsa qitədir, adasızdırsa materikdir. Avrasiya materiki iki qitəyə ayırdıq biz. Deməli, Avropa qitəsi və Asiya qitəsi. Görürük ki, Avropa qitəsinin Qrinviç meydanı kəsir deyə o həm şərq yarımkürəsində, həm də qərb yarımkürəsi olmaqla iki yarımkürədə və bütövlükdə şimalda yerləşir deyə üç yarımkürədə yerləşir. Qərbdə, şərqdə və şimal yarımkürəsində yerləşmişdir deyirik. Avrasiya materikinin Avropa hissəsini dedik. İndi gəlirik Asiya hissəsinə. Asiya hissəsindən danışan zaman deyirik ki, Asiyada 3 yarım kürədə, 4 yarım kürədə Asiya yerləşir. Niyə görə? Asiya qitəsi 4 yarım kürədə yerləşir. Çünki Asiya qitəsinin adalar olan hissəsini ekvator xətti kəsir deyə. Burada kiçik bir hissə cənuba düşür. Böyük bir hissəsi düşdü hara? Şimala. Bax, elə həmin bu hissənin özü də şərqdə yerləşdi. Bir də burada Rusiyanın kiçik bir hissəsi düşür hara? Qərb yarımkürəsinə. Bax, bax, bax. Görürsən, bax bu hissəni. Düşüb hara? Qərb yarımkürəsinə deyirsən. Ona görə 4 yarımkürədə yerləşdi deyə bilərik. Amma gələk Avrasiya materikindən danışaq biz. Avrasiya materikindən danışanda Avrasiya materikini 3 yarımkürə götürürsən ha. Bax, Avropa qitəsi 3 yarımkürə. Asiya qitəsi 4 yarımkürə. Avropa materiki Avrasiya materiki isə 3 yarımkürə deyirik. Niyə görə? Çünki materik deyəndə mən burada artıq adaları götürmürəm. Son nöqtə olaraq bax buranı götürürəm. Malak yarımadasının cənubu Piyay burnunu götürürəm. Və bu nöqtə ekvatordan şimala qalır deyə bunu ekvator xətti kəsməyəcək. Ona görə də bütövlükdə şimal yarımkürəsində kiçik bir hissəsi qərbdə, böyük bir hissəsi isə şərq yarımkürəsi olmaqla 3 yarımkürədə də Avrasiya materiki nə oldu? Yerləşmiş oldu deyirik. Bax bu şəkildə biz ərazilərin yarımkürələrə bölünməsində. Bu məsəl üçün gəl baxaq biz nəyə? Böyük Britaniya adasına. Böyük Britaniya adasını Qrinviç meydanı kəsir, London yerləşir burada görürük gün. Və bu adamız 3 yarımkürədə yerləşmiş olur. Demək, şərqdə, böyük bir hissəsi qərbdə və özü bütövlükdə şimalda yerləşmiş hesab olunur. Yəni ki, ümumiyyət yadda qalsın ki, heç bir coğrafi obyekt bir yarımkürədə yerləşmir. Ən azı 2 yarımkürədir, ən çoxu 4 yarımkürədir. 4 yarımkürədə yerləşən coğrafi obyektlər hansılardır? Sakit Okean 4 yarımkürə, Atlantik Okean 4 yarımkürə, Qvineya körfəzi 4 yarımkürə, Afrika 4 yarımkürə, bir də Asiya qitəsi 4 yarımkürə, bir də burada Kiribati ərazisi var. O da ki 4 yarımkürədə yerləşən ərazi hesab olunur. Ümumiyyətlə 6 dənə coğrafi obyekt var ki, bunlar 4 yarımkürədə yerləşən coğrafi obyektlər hesab olunurlar. Bundan başqa bunu da deyim. Biz yarımkürələrin yerləşməsini nəyə nəzərdən tapırıq? Ekvatora, Qrinviçə, bir də 180 dərəcəlik meydana görə hesablayırıq. Bunu səhv çəkdim. 180 dərəcəlik meydana görə hesablayırıq. Yadda saxlayaq ki, əgər bir coğrafi obyekti nə Qrinviç, nə Qrinviçin əksi, nə də ekvator xətti, yəni heç biri kəsmirsə, o coğrafi obyekt iki yarımkürədə yerləşir. Ya Qrinviç kəsir, ya ekvator, ya da ki Qrinviçin əksi. Yəni bu üçündən biri ilə kəsişirsə, üç yarımkürədə yerləşir. Bu üçündən ikisi ilə kəsişirsə, yəni ya ekvator, Qrinviç, ya da ki Qrinviçin əksi ilə ekvator ilə kəsişirsə, o zaman coğrafi obyekt harada yerləşir? 4 yarımkürədə yerləşmiş olur deyəcəksiniz. Bax, yarımkürə anlayışı da bu şəkildə ümid edirəm ki, bunu biz öyrənəcəyik qəşəng-qəşəng ki, nə, hansı harda yerləşir. Yəni bunu göz yaddaşı ilə çalışın ki, xəritənin üzərində öyrənin ki, sizə rahat olsun. Çünki əzbərləsəniz bu sizin üçün qaçış olacaq. Beyninizdə qatıb qarşılaşırsınız bir-birinə ki, hə, bunun hansı harda yerləşirdi. Başa düşdük buranı. Bəli, müəllim.